Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Biz bugün 8-ci sinif riyaziyyat BSQ 2 nümunə suallarına baxacağıq. Mövzuya keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, yay tətili müddətində, yəni iyun ayının 1-dən avqustun sonuna qədər, yəni sentyabrın 1-nə kimi bizim yay dərslərimiz olur onlayn şəkildə. Əgər bu yay dərsləri haqqında məlumat əldə etmək istəyirsinizsə, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi keçəyin buradakı nümunə sualların izahlarına. Birinci sualda bizə deyir ki, ədədlərinin medianını tapın. Biz medianı artıq bilirik. Nə etmişdik medianda? Demişdik ki, kiçikdən böyüyə düzməmiz lazım. Birinci sualda 1, 2, 5, 6 və 7. Burada təbii ki, bunlar tək sayda olduğuna görə ortada dayanan ədədimiz bizim medianımız olacaq. C variantı olacaq. Sonra ikinci sualda isə bizə deyir ki, ən böyük fərq. Ən böyük fərq bu ardıcıllıqda ən böyük ədəddən ən kiçiyini çıxmamız lazım. Ən böyüyümüz 17 olacaq, ən kiçiyimiz isə 1 şəklində. Burada biz 17-dən 1 çıxanda cavabımız elədi 16. B variantı olacaq. Bərabərsizliyə aid belə bir sual. Biz bərabərsizliyi indi bu il keçmişdik. Demişdik ki, biz burada təbii ki, tənlik kimi əldə etməliydik. Elə deyil inşallah. Burada x-ları bir tərəfə yığırdıq. Məchullar bir tərəfə, məlumlar bir tərəfə yığırdıq. Buradan 5x üstəgəlinin 2x böyükdür. 15 çıxılsın 6-ya. Bu da çıxım olmalıdır. Buradan 3x böyükdür. 9-dan x da böyükdür 3-dən. Bizə deyir ki, bu bərabərsizliyi ödəyən ən kiçik tam əlli tapın deyir. X böyükdür 3-dəndirsə, ən böyük ədədimiz nə olacaq? 4 şəklində olmalıdır. Sonra bizə deyir ki, ədədi ortanı tap. Ədədi ortanın tapılmasını biz artıq bilirik. Necə tapırdıq? Demişdik ki, yenə də biz bunları toplamalıyıq. Necə toplayaq? Məsələn, bu ikisini toplasam nə olur? 30. Bu ikisini də toplasam 30 olar, elə deyilmi? 30 ilə 30-umuz elədi 60. 60-ın üstünə də 20 gəlsək 80 elədi, elə deyilmi? Əla, bu elədi 80. 80-i də bölməliyəm nəyə? 5-ə. Cavabımız eləyəcək 16. C variantı olacaq. Sonra gəldik 5-ci suala. Bizə deyir ki, tərəfləri 4 və 6 olan paralogramın iti bucağı 30 dərəcədir. Yəni bir dənə paralogram qeyd edəyim burada. Tərəfləri bizə verilibdir. Bizim bu paralogramımız bura 5'dir, bura 6'dır və iti bucaq və bura 30'dur deyir uşaqlar. Bizə deyir ki, bunun sahəsini tap. Necə tapa bilərik? Təbii ki, mən buradan bir dənə hündürlük endirəm. Mənə hündürlük lazımdır. Onda bura 90 olur, burada 60. İndi baxın, 90'ın qarşısındakı 5'dirsə 30'un qabağındakı nə olmalıdır? Onun yarısı 2,5. Deməli mənim hündürlüyüm var 2,5. Tərəfim də var 6'dır. Onda mən sahəni necə taparam? S bərabərdir A vur H. Yəni 2,5 vurulsun 6'ya. Bu da neçə elədi cavabımız? 15 şəklini alacaq. Mən burada səhv eləmişəm. Burada 4 yazası 5 yazmış uşaqlar. Baxın burada 4 yazmış. Mən 5 götürmüşəm bunu. Ona göre cevabımız səhv alındı. Bura 4 olmalıydı. Bura 2 olmalıydı. Onda biz 6'nı 2'ye vurmamız lazımıydı. Yəni biz bunu düzəldə üzrü sayın. Onda S bərabərdir. 2 vurulsun 6. Bu da eləcək cevabımız 12 şəklində. Yəni C variantı olacaq. Sonra gəldik 6-cı suala. 6-cı sualda ucuları olan deyək ki, AB parçasının orta nöqtəsinin koordinatlarını tapın. Orta nöqtənin koordinatlarını necə tapırdıq? Məsələn, x şdırğı tapmaq istəyirəmsə, x1 ilə x2-nin cəmi, yəni 8 üstəgəlinsin -2. Baxın burada bu x1'dir, bu y1'dir, bu x2'dir, bu da y2 şəklindədir. Bölünsün 2. Bu da elədir, bura 3 olacaq. Y şdırğı tapmaq istəyirəmsə, 4'ün üstünə -6 gəlib 2'yə bölməliyəm. Bu da -1. Yəni bizim cavabımız nə olacaq? 3 -1 şəklini alacaq. Yəni A variantı olacaq. Sonra gəldik 7-ci suala. Düzbucaqlı trapesiyanın sahəsi 24 və orta xətti 6 olarsa kiçik yan tərəfi tapın deyir. Əla. Məsələn, mən burada 7-ci sualda bir dənə düzbucaqlı trapesiya çəkirəm. Belə. Burada sahə biz necə tapırdıq? Məsələn, orta xəttimiz 6'dır da. Biz nə demişdik? Məsələn, bura bu hündürlükdə deyilmi? Hündürlük vurulsun, orta xətt olur da. Orta xəttdə 6'dır. Buranı 6 veribdir. Mən nə etməliyəm? Sahə bərabərdir. Yəni orta xətt, məsələn belə yazaq da orta
xət vurulsun hündürlükdür də. Onda mənə 24 bərabər 6 vurulsun h olacaq da. Buradan hündürlüyümüz neçə oldu? 4 oldu. Baxın uşaqlar, bu hündürlük, bu kiçik yan tərəfə bərabərdir. Onda burada 4 olmalı. Elə məndən də kiçik yan tərəfi soruşduğuna görə onda bizim cavabımıza D variantı deyə bilərik. Aha, sonra gəldik 8-ci suala. Deyir ki, bizə 8-ci sualda deyir ki, absis oxuna nəzərən. Absis oxuna nəzərən biz demişdik ki, yəni x oxu olduğu kimi, yəni OX oxuna nəzərən dediyinə görə, onda bizim bu şəkildə olacaq. -2, -6. Yəni x olduğu kimi qalıb, y isə əksinə dəyişməlidir. Burada nə olacaq cavabımız? -2, -6. O da elədi cavabımız B variantı. Gəldik sonra 9-cu suala. Deyir ki, düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlük hipotenuzu 6 və 24 cm-lik hissələrə ayırırsa, hündürlüyü tapın deyir. Əla. Baxın, bu düzbucaqlı üçbucaqda belə bir qaydamız var idi ki, bizim. Bu olsun, bura 90 deyil. Mən buradan bir dənə hündürlük çəkirəm. Mənim bu hündürlüyüm, burası 6'dır, burası da 24 derece değil mi? Hipotenuzu bir hissəyə böldü. Burada da bir dənə h. Bizim bir qaydamız var idi, yadınıza gəlirsə. Baxın, kənarda çəkirəm. Bu 90 düzbucaqlı üçbucağa çəkilən hündürlük, bu hündürlük, bu da mn. Neydi? Nə demişdik? H-ın kvadratı bərabərdir, n vurulsun n olacaq. Yəni bu şəkildə. Onda biz h kvadratı bərabər 6 vurulsun 24 yaza bilərik. H kvadratı bərabər 144-də. Onda hündürlüyümüz nə olacaq? Təbii ki 12 cm olacaq. Hələ bizdən də onu soruşur. Cavabımız elədir C variantı. Sonra gəldik nəyə? Gəldik 10-cu suala. Deyir ki bizə, deyir ki, bərabərsizlikdə biz də bunu bu il keçmişdik. İkinci yarım ildə birinci olduğu kimi götürürdük. Elə deyil. Onda buradan x kiçikdirsə nə götürməliydik? Kəsişmə götürməliydik. X kiçikdir 9-dan və bir də x minus 5 böyükdür, bərabərdir, -4 olacaq. Buradan da x da böyükdür, bərabərdir, -4 üstə gəlsin 5. X da böyükdür, bərabərdir 1-dən. İndi baxın, 9-dan kiçik olmalıdır, 1-dən böyük. Ona nə olur? Kvadrat mötərizədə 1-dən düz 9-a kimi. Tam əllərinin sayını soruşur. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 oldu. 2, 4, 6, 8, 9 dənə olacaq. Yəni B variantı olmalıdır. Sonra gəldik 12-ci suala, 11-ci sual. 11-ci sualda da bizə deyir ki, K düz xəttin bucaq əmsalı. Düsturumuz necə idi? Y2 çıxılsın, Y1 bölünsün, X2 çıxılsın, X1'ə. Bizim burada, baxın, bu X1, bu Y1, bu X2, bu Y2. Nə olacaq? 2 çıxılsın, baxın, 2 çıxılsın, -1. Buradan da 2 çıxılsın, 1 olacaq. Bura 1, burada 3. Cavab nə oldu? 3 oldu. Demək cavabımız A variantı olacaq. Əla. Gəldik 12-ci suala. 12-ci sualda bizə deyir ki, deyir ki, 2 zəri atdıqda düşən xallar cəminin 4 olması hadisəsini əlverişli hallar. Biz 2 zəri, məsələn 4 olması üçün məsələn 2, 2. Ola bilərmi? Ola bilər. Məsələn 3, 1. 1, 3. Başqa var mı? 4 olması üçün. 3 dənə var uşaqlar. Nə olacaq cavabımız? 3. Yəni B variantı olmalıdır. İndi bu suallar özü də görürsünüz ki, biraz sadədir. Bu indi A variantı olduğuna görə sadə suallar idi. İndi çalışacağım, indi burada çoxdur. Bu güvənin kitabıdır. Burada BSQ 2 nümunələri çoxdur. Şöyle indi baxın bir dənə burada. Hələ bu ardı var ya, baxsanız mən eləmişəm 12 dənədir. Fikir verməmişəm heç. Davam eləyin onda buradan. Nə deyir burada? Keçdik 13-cü suala. 13-cü sualda bizə deyir ki, zəri bir dəfə atda düşən xalın altdan kiçik olması ehtimalını tap. Bir dəfə altdan kiçik nə ola bilər? 1, 2, 3, 4, 5 ola bilər. Bizim PA ehtimal necə? Tamam, mümkün hallarımız 6 dənədir, əlverişli hallarımız 5 dənə. Deməli nə olacaq cavabımız? 6-da 5 şəklini alacaq. Sonra gəldik 14-cü suala. Baxın 14-cü sualda da indi bizə yenə də ehtimal deyir ki, bu şəkildə verilir. Çıxarılan bir kürənin sarı olması ehtimalı. Baxın, mümkün hallarımız 4 üstə gəlinsin n'dir.
Elə deyilmi? Əla. Bəs sarı deyirsə, baxın, əlverişli hallarımız 4 dənədir də, 4 dənə. Bərabər 0-dan %25. Baxın, mən bu 0-dan %25-i %25, bunları da hər tərəfi 25-ə bölsəm 4-də 1 eləyərmi? 4-də 1. Yəni bu şəkildə yaza bilərəm. Sonra çarpaz vuraram. 4 üstə gəl n bərabər 16-ya, n də bərabərdir 12 şəklini alacaq. Varmı cavabımız? C variantı olacaq. Aha, sonra nə deyir burada? Deyir ki, tənliyin köklərinin kvadratları cəmini tapın deyir. Lap gözəl. 15-ci sualda bu da kvadrat tənliyə aid olan bir sualdır. Biz bunu məxrəcinə 1 atıb çarpaz vursaq x kvadratı 15-ci sualda üstə gəlinsin 2x bərabər 8 olacaq. Yəni x kvadratı üstə gəl 2x minus 8-ə bərabər 0-a. İndi baxın, deyir ki, x1 üstə gəlinsin x2 mənfi 2-yə bərabərdir. x1 vurulsun x2 də mənfi 8-ə. Nə ola bilər bu ədədlər? Hansı ədədlər? Baxın, mənfi 4-dən 2 ola bilərmi? Ola bilər. Onda nə olacaq? Mənfi 4-ün kvadratı üstə gəlinsin 2-nin kvadratı. Nə olacaq? 16 üstə gəlinsin 4. O da neçə elədi cavabımız? 20. Yəni cavab A variantı olacaq. Gəldi 16-cı suala. Deyir ki, kvadratda B-yə ilə, aha, bunlar 4-dür. Bura 4-dür, bura 4. Bu kvadrat olduğuna görə onda bura neçə olmalıdır? 8 olmalıdır. Burada da düz bucaqlı olduğuna görə mən bu düz bucaq üçgen sahəsini necə taparam? Katetlərin hasilinin nəyi? Yarısı. Bu da neçə elədi? 16. Var mı cavabımız? C variantı şəklində olacaq. Əla. Sonra gəldik, bu 16-cı sual idi. Keçdik 17-ci suala. 17-ci sualda iki oxşar üçbucağın perimetrlərinin nisbəti, baxın, P1 bölünsün P2 bərabər 2 bölünsün 3-dürsə, sahələrin cəmi, baxın, S1 üstə gəl S2 bərabər 78-dirsə, onda biz S1 bölünsün S2, bunun nəyi olmalıdır? Kvadratı olmalıdır. Baxın, 3-də 2-nin nəyi? Kvadratı. O da neçə elədi? 9-da 4. Mən bu K əvəzləməsi eləsəm, yəni S1-in yerinə 4K, S2'nin yerine 9K yazsam, onu getirip yerine yazsaq 4K üstə gəlsin 9K bərabər 78'e. Ne oldu buradan cevabımız? 13K bərabər 78'e, K da bərabərdir 78'i də 13'e bölsək K 6 elədi. Buradan 6'ın 4'e bölsəm bura 24, burada da elədi 54 şəklini alacaq. Bizə nə deyir? Kiçinin sahəsini soruşur. O da cavabımız D variantı olacaq. Əla, gözəl sual idi. Belə tip sual düşə bilər. Bu da ikinci yarımilin mövzusuna aid sualdır. Bu da gəldi. Baxın 18-ci sualda da eyni, yəni də ikinci yarımildə düşən bir sualdır. Keçdiyimiz mövzu daha doğrusu. Bizə deyir ki, təmələn xassəsini biz bilirdikmi? Necə idi təmələn xassəsi? Demişdik ki, baxın 12'nin bu x-a nisbəti həmişə bərabər olur 16'nın 8'ə nisbətinə. Mən burada bununla bunu x-a yazsam bura 2, buradan 2x bərabərdir 12'yə. X ilə bərabər 6 şəklini alacaq. İndi bura 6 oldu, elə deyim. Baxın, nə edə bilərik? Məsələn, 12 ilə 8'i toplasam 20, bunun ikisini toplasam 22. 20 ilə də 22'ni toplasam neçə elədi cavabımız? 42. Bizə çünki perimetr soruşurdu. Baxın, qaydanı biləndən sonra rahatlıqla yazmaq olur. Ona görə hökmən birinci növbədə qaydaları öyrənmək lazımdır. Yəni rezatı işləyərkən kör-körünü işləməmək lazımdır. Sən birinci qaydanı bilməlisən. Bu hansı qayda? Təmbölən deyirsə, 2 dənə xassəmiz var da təmböləndə. Biri bucağı yara bölür, bir də tərəflər nisbətləri bir-birinə bərabər olurdu. Yəni uyğun tərəflər, qarşı-qarşıya dayanan tərəflər deyək. Bu şəkildə baxmamız lazım. Sonra gəldik 19-cu suala. 19'da da bizə deyir ki, ödəməyən tam ədədlər. Ödəməyən deyirsə, birinci x minus 1 böyükdür 4'dən. X böyükdür 5'dən və bir də x minus 1 kiçikdir mənfi 4'dən. X da kiçikdir mənfi 4 üstə gəl 1 olur və x da kiçikdir mənfi 3'dən. İndi bu böyükdür olduğuna görə mən birləşmə götürməliyəm. İndi baxın, bu mənfi 5'dən böyük, görürsünüz də, mənfi 3'dən isə nə olmalıdır? Kiçik olmalı. Normalda mənim aralığım mənfi sonsuzluqdan mənfi 3'ə birləşir 5'dən müsbət sonsuzluğa. Bu ödəyən aralıq. Bəs ödəməyən nədir? Ödəməyən uşaqlar mənfi 3'dən 5'ədir və kvadrat mütərizə. Çünki bura yumrudursa, bura kvadrat olmalı. İndi baxın, düz mənfi 3'dən, baxın mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5. Uşaqlar, baxın, bura ilə bura sıfıra çevrilir.
Çünki bir-birlərinin əksidir də. Nə qaldı bizə? Bu ikisi qaldı. 5 üstə gəl 4. Neçədir cavabımız? 9 şəklini alacaq. Yəni cavabımız oldu D variantı. Bu da belə. Sonra gəldik nəyə? 20-ci suala baxırıq. 20-ci sualda da birinci boru hovuzu ikincidən 15 saat gec doldurur. Biri x saata doldurursa, bu üstə x üstəgə 15 saata doldurur da gec olur. Borular birlikdə havuzu 10 saata doldurursa, 10 saata doldurursa, 10 saata. İkinci boru havuzu neçə saata doldurur deyə uşaqlar. İndi baxın, normalde 10 saat, 1 saata bu x da 1'ini dolduracaq. Bu isə 1 saata x üstə gəlsin 15'də 1'ini. Və bu 1 saat 10 saata dolursa, 1 saata 10'da 1'i dolmalıdır da. Elə deyilmi? Bu oldu artıq rasional tənlik. Rasional nə oldu? Tənlik oldu. Rasional tənliyi necə əldə edirik? Orta məxrəc tapırdıq. Bunu buna böldüyüm zaman bunun tamamlayıcı vurğu bu olacaq. Burada isə x olacaq. Onda nə oldu? X üstə gəlsin 15, üstə gəl x bərabərdir 10'da 1'ə. Mən indi baxım, belə bir ifadə alında burada x kvadrat üstə gəlinsin 15x, burada 2x üstə gəlinsin 15 bərabərdir 10'da 1. Çarpaz vursaq, x kvadrat üstə gəlinsin 15x, bunu vursam 20x üstə gəlinsin 150'yə. Əla. Buradan x kvadratı bunu keçirsəm 5x oldu. Üstü bir də çıxılsın 150 oldu. Bərabər 0'a. İndi bizə nə oldu? Baxın, Vietnam baxa bilərikmi? Bilərik əslində. x1 üstə gəlinsin x2 bərabərdir 5 olub. x1 vurulsun x2 isə mənfi 150. Varmı belə ədədlər? 15 ilə 10 ola bilərmi uşaqlar? Baxaq görək. 15, 10. Mənfi 10, yox, çaşdım. 15 ilə 10 olur da, bəli. Mənfi 10 ilə 15 olur. Əla. İndi təbii ki mənfimiz götürə bilmərik də, deyilmi? Mənfi olmazdı təbii ki, zaman mənfi olmaz. Deməli birincisi 10 saat, birincisi 15 saata doldurursa bu 30 saata doldurulmuşdu. 15 dəqiqə daha gec doldurur. Deyək ki bizə ikinci boru nə qədər vaxtda doldurar? O da 30. Yəni D variantı olacaq. Suallar bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Bir də bir şeyə qeyd etmək istəyirəm ki, burada baxın, güvənin kitabında A variantı ilə B variantının sualları eyni suallardır. Yəni sadəcə rəqəmlər dəyişilibdir. Mütləq siz bu videoya baxdıqdan sonra keçin bu variantını işləyin. Baxın, məsələn mən bunu geniş şəkildə belə göstərirəm suallarda. Baxın sizə screen edin, kitabı olmayanlar. Qəşəng buradan işləyin. Hal-hazırda bu şəkildə göstərəcəm ekranı. Siz buradan rahatlıqla screen edib baxa bilərsiniz. Sonra bax, burada da bu sual eyni suallardır. Bunları da üstünü qaralamışıq. Bunları da bu şəkildə. Siz bunları işləyin. Qəşəng. Sonra hətta işlədikdən sonra testdə olmayanlar mənə müraciət edə bilər, yaza bilərsiniz. Mən isə bunun cavablarını da ata bilərəm istəyən olsa. Yazın. Bu şəkildə indi buradakı ballar var. Ballarla baxın görək siz summativə necə hazırsınız, necə yazmışsınız deyə. Bu şəkildə davam edin ki, yəni siz özünüz də işləyin. Yəni belə baxaraq da nəsə öyrənmək çətin olur. Məsələn, hər hansı bir özünüz tətbiq etdiyiniz zaman daha da yaxşı başa düşüb anlayacaqsınız və qarşınıza misal düşdüyü zaman, yəni çıxdığı zaman rahatlıqla həll edəcəksiniz. Bugünlük bu qədər. Ümid edirəm ki, video faydalı olar sizin üçün. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.